Salam əziz abituriyentlər, xoş gördük hər birinizi. Bugün sizlərə loqaritmik tənliklərə aid belə bir sualın asan, qısa yolunu göstərəcəm. Başlayaq sualın izahına. Demək şagirdlər, burada LCX-a bir T əvəzləməsi etsək, onda ifadəmiz olacaq T-nin kvadratı çıx T üstəgəl 1 bərabərdir 9 bölünsün T üstəgəl 1. Və bundan sonra çarpaz vursaq, T üstəgəl 1 vurulsun T kvadratı çıx T üstəgəl 1 bərabərdir 9-a. Bu ifadəyə fikir versək, bu ifadə bizə kublar açılışını verir. Yəni T kubu üstəgəlinsin 1-in açılışıdır. Bərabərdir 9-a. Buradan T kubu bərabərdir 8-ə. T də bərabərdir 2 alınmış olur. Yəni biz LCX-a T dediyimizə görə bərabər eləyirik 2-yə. Bu da loqaritma 10 əsasından x olduğuna görə bərabərdir 2-yə. X-i də tapsam, onun qüvvətinə 2 keçər, olar onun kvadratı, yəni 100 alınmış olur. Cavabımız olur 100, yəni Y variantı alınmış olur. Növbəti belə bir sual var ki, üslü tənliklərə aid olan bir sualdır. Bir çox abituriyentin çətinlik çəkdiyi suallardan biridir. Ən əsas dediyimiz bəzi hissəyə diqqət etmirlər. Demək, bu cür sualları necə həll edəcək şagirdlər? İlk öncə biz modulda 2x-5 qüvvətində 2 sinus x çıxılsın 7-ni bərabər eləyəcək modulda 2x-5-in üstündə 0 qüvvətinə. İstənilən əsas 0 bizə 1 verdiyinə görə 1-in yerinə həmin bu ifadəni yazdıq. İndi qüvvətlərə görə, yəni əsaslar eynisə qüvvətlər bərabərdir. 2 sinus x çıx 7 bərabərdir 0-a. Buradan sinus x bərabərdir 3,5 almış olur. Bizə bilir ki, sinusun qiymətlər çoxluğu -1, 1 parçasındadır. Ona görə bu tənliyin həlli yoxdur, yəni bu boş çoxluqdur. İndi ikinci məqam isə diqqət edirsək, biz bilirik ki, modulda 2x-5 1-ə bərabər olarsa, yəni əsasımız burada 1 olarsa, 1-in üstü nə olur olsun, elə 1-ə bərabər olmuş olur. Ona görə bu tənliyi həll etmək lazımdır. Onda 2x-5 bir dəfə 1-ə bərabər edəcək. 2x-5-i bir dəfə də əks olaraq -1-ə bərabər edəcək. Buradan 2x bərabərdir 6-ya, x də bərabərdir 3 almış olur. Bu tənlikdən isə 2x bərabərdir 4 alınır, x də bərabərdir 2 almış olur. Bizdən tənliyin kubları cəmini soruşur, yəni köklərinin kubları cəmi olur 3-ün kubu, üstəgəlsin 2-nin kubu. Bu da bərabərdir 27 üstəgəl 8, yəni 35 alınmış olur cavabımız. Yəni cavab olur D variantı. Diqqətinizə görə təşəkkür edirəm şahidlər. Belə bir videoların davamlı gəlməsi üçün kanalımıza abunə olub, videolarımızı bəyənməyi unutmayın.